Salam. Newton qanunları bölməsində olan ətraflı yazı tələb olunan tapşırıqlara baxaq və adətən şagirdlər variantlı testlərdə qısa cavabı tapmağı arzulayırlar. Ancaq burada elə yazmalıyıq ki, yəni həmən cür yazılışdan biz tam cavab ala bilək. Və eyni zamanda sizə deyəcəm ki, necə yazsaq tam cavab alarıq, necə yazsaq yarım cavab alarıq və artıq heç nə yazmaq lazım deyil. Tutaq ki, bizdə verilən 1.8 kiloqram kütlədir, bunu bilirik. 1 dəqiqəmiz bizim zamanımızdır, bu isə 60 saniyə edir. S-imiz isə 10 metrdir. Və bizə lazımdır F-i tapmaq. F bərabərdir MA-dır. Burada S bərabərdir AT kvadratı bölə 2-dən A bərabərdir 2S bölə T kvadratı. Yəni bunu belə yazsaq bəs eləyir. S bərabərdir AT kvadratı bölə 2-ni də yazıb oradan A-nı tapmaq olar. Amma birbaşa yazsaq da bəs edir. F bərabərdir M-miz 1.8 vuraq. A-mızın yerinə 2 vuraq. 2 vuraq 10 bölək 60-ın kvadratı. 60-ın kvadratı 3600 edir. Bərabərdir, yəni vahidləri ən sonunda yaza bilərik. 36 bölək 3600 3600 0,1 Newton. Cevap 0,1 Newton. Doğru cevap 0,1 Newton'dur. Keçdik ikinciyə. X bərabərdir 2,0 üstə gələk V0 T üstə gələk AT kvadratı bölə 2. Yəni buna əsasən deyə bilərik ki, A bölə 2-miz 5-dir. A-mız isə 10-dur. Bu isə F-mizdir. F bərabərdir 0,1 kilonewton, bu isə 100 newton edir. Və bizə lazımdır kütləni tapmaq. M bərabərdir F bölək A. M-miz 100 newton, A-mız isə 10-dur. 100 bölək 10 bərabərdir 10. Keçdik üçüncüyə. 0,2 kiloqram kütləyə malik cismə 5 saniyə ərzində 0,1 newton. Bu müddətdə cismin getdiyi yolu tapın. Yəni burada bizim A-mız F bölək M. Düstur yazsaq daha yaxşıdır. 0,1 bölək newton bölək 0,2 kiloqram. Bu isə 0,5 metrdir. Bu bizim T'mizdir. V0 0 olduğu üçün S bərabərdir AT kvadratı bölə 2. A-mız 0,5. T'miz 5. 5'in kvadratı 25 bölə 2. 0,5'e vurmaq elə 2'ye bölmək deməkdir. 25'in yarısı 12,5 edir. Bir də 2'ye böləndə 6,25 metr. Cevap 6,25 metr. Həcmi 50 metr kub, 50 santimetr kub. Bu bizim V'mizdir. Yəni V bərabərdir 50 santimetr kubu. Bunu belə də saxlaya bilərik, amma çevirmə də edə bilərik. Çevirməni etsək daha yaxşıdır. 50 vuraq 10 üstü mənfi 6 metr kubu. Kütləni tapaq. M bərabərdir F bölünsün A. 4 bölək 10 kiloqram. Yəni Newton bölək metr kiloqram edir. 0,4 kiloqram. Bunu da 4 bölünsü mənfi 1 kimi yaza bilərik kiloqram. Və indi bizə deyir ki, sıxlığı tapın. Rho bərabərdir M bölünsün V. 4 vur 10 üstü mənfi 1 bölək 50 vur 10 üstü mənfi 6. Kiloqram bölək metr kubu. Metr kubu sığışmadı. Bərabərdir. Kiloqram bölək metr kubu. Bərabərdir. Deməli 10 üstü mənfi 6, 10 üstü mənfi 1, 10 üstü mənfi çıxanda 6 çıxanda 10 üstü 5 edir. 4 vuraq 10 üstü 5. Səliqəli yazaq biraz. 4 vuraq 10 üstü 5 bölək 50. Eləmi? 1 0 silək.
Elədir 4 bölək 10 üstü 4 bölək 50. Bunda 40 bölək 10 üstü 3 bölək 5. 8000 kilogram bölək metr kubu. 5-ci sualda bu cismə təsirin əvəzləyici qüvvənin presin zamanı asılı qrafikini qurun. Bu test toplusunda da vardı bu tipdə məsələ. Yəni orada cavabı tapırdıq. Yəni aşağı doğru olanda F'imiz mənfi. Yuxarı doğru olanda müsbətdir. Eləcə əvəzləyicinin proyeksiyanın zamanı asılı qrafikini qurun deyib. Yəni burada deməyib ki, belə deyək, izah edin, niyə belə olduğunu deyin, deməyib onun şərtdə. Desəydə eləyərdik. Sadəcə olaraq bildiyimiz kimi burada həlli tələb olunan məsələlərdə cavab tam və yarım verilə bilər. Bəli, ola bilsin ki, qrafikin bu hissəsi, bura bir T1 və T2 zamanı orada göstərilir. Yəni bu məsələ qrafik cavab kartında, cavab vərəqində göstərilir. Bura T1, T2. Bu düzgün qurmaz. Məsələn, axıra kimi mənfi çəkər, axıra kimi müsbət çəkər, bir hissəsini çəkər, bir hissəsini çəkməz. Onda o yarım bal ala bilər. Və qüvvənin presin zamanı asılı qrafikini qurun. Bax, qrafiki verilmişdir. Əvvəldən qurun. Yəni sadəcə qurun deyir. Burada gördüyümüz kimi əlavə izah soruşmur. Əlavə izah et demir. Bəzi testlərdə olur. Mən yuxarı qalxanda müsbət, sonra 0, sonra nə? Mənfi. Və hansı halda buna tam bal veriləcək? Hansı halda yarım bal veriləcək? Hansı halda 0 veriləcək? Heç qurmayıbsa 0 veriləcək. Qrafikin bir hissəsini doğru qurubsa, yəni bu T1, T2, T3 anlarına uyğun yazmaq lazımdır. Yəni, ola bilər ki, müsbəti çəkib, amma T1-dən T2-yə kimi müsbət çəkib. T2-dən T3-ə kimi mənfi çəkib. Yəni, orada qarışdırıb. O halda o yarım bal ola bilər. Əvəzləyicinin proyeksiyanın zamanı asılı qrafikini qurun. Yenə də burada izah edin soruşmur. Verilişmənin proyeksiyanın zamanı asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyanın zamanı asılı qrafikini qurun. Bu F, T. Yəni gördüyümüz kimi, bax, bu da aşağı bunu tamamlasaq, bu hissədə bu da yuxarı paraboladır. Yəni müsbət olar, amma ortada bir dənə 0 var. Müsbət, 0, yenə də müsbət. Eyni səviyyədə müsbət. Bu eyni olmalıdır. Birini yuxarıda, birini aşağıda versən, eyni balı verməyəcək. Tam balı verməyəcək. 8-ci sualımız 0.2 kilogram cismə dönmə bucağının asıllıq qrafiki verilmişdir. Mərkəzi qaçma qüvvəsini hesablayın, kəmiyyətlərə uyğun qiymətlərini koordinat oxları üzərində qeyd etməklə. Bu da deyirsən ki, həm hesablayın, həm də qiymətlərini koordinat oxları üzərində qeyd etməklə bu qüvvənin modulunu qurun. Demək, burada omeqanı tapırıq. Fi bölək T 16 bölək 4 bərabərdir 4. Yəni omega bərabərdir 4. Bizə deyir ki, F'i tapın deyir. Burada R var. A'nı tapaq. A bərabərdir omega kvadratı R. 4'ün kvadratı 16 bıraq 0.5 bərabərdir 8. Və 8. F bərabərdir MA. MA. Burada M'imiz 0.2'dir. Rəqəmimiz 8'dir. Cavabımız alındı neçə? 16 1,6 Newton. 1,6 Newton. Və bu qüvvənin modulunun zamanından təbii ki, bu sabit bir qüvvədir. Çünki mərkəzi qaçma tərzi də sabitdir. Və 1,6 cavab Newtonla, saniyə ilə verilir. Belə qurduq. Orada F'in T'dən asıllığın olur. Cavab kartında belə bir F Newtonla T saniyə ilə adətən yazılır. Bir dənə biz burada 1,6'nı yazmaq və qrafik çəkmək qalır bizə. 9-cu sualda 400 qram bu M'dir. Bizə deyir ki, menzul kan göstəriş santimetr olaraq təsvir edilmişdir. Sıxlıqlar cədvəlində hansı maddə olduğunu, düzdürmü? Hansı maddədən hazırlanmışdır? Kilogram bölək metr kubla verilibdir. Ona görə biz bunu çevirmə aparmalıyıq birincidən. Hələ ki
V cisim bərabərdir 250 çıxaq 200 bərabərdir 50 santimetr kubu. Rho bərabərdir M bölünsün V bərabərdir M bölünsün V bərabər 400 qram bölək 50 santimetr kubu. 450'ye bölsək 8 qram bölək santimetr kubu alınır. Bu isə bu çevirmə, yəni 8 qram bölək santimetr kubumuz 8000 kilogram bölək metr kubu edir. Və burada verilib kilogram bölək metr kublar 8000 olan poladdır. Cevap polad. Cevap polad. Başlanğıc sürəti 4 metr bölək saniyə olan cisim, 4 kilogram kütləli cisim. Hərəkət istiqamətinə yönəlmiş 8 Newton. Qüvvənin təsiri ilə 12 metr yol getmişdir. Onun son sürətini tapın. Deməli, burada hərəkət istiqamətində olduğuna görə yeyinləşəndir. A bərabərdir F bölünsün M bərabərdir 8 Newton bölək 4 kilogram 2 metr bölək saniyə kvadratı və V bərabərdir kök altda V sıfır kvadratı üstə gələ 2AS bərabərdir. Yəni bunu niyə birbaşa yazdım? Yəni birbaşa yazmışıqsa heç bir problem yoxdur. S bərabərdir V kvadrat çıxaq V sıfır kvadrat bölək 2A. Oradan da V bərabərdir kök altda V sıfır kvadrat bölək 2AS yazsaq da problem yoxdur. Amma yəni bunu birbaşa düsturu yazsaq, çıxarılışı yazmadan heç bir problem yoxdur. V sıfırımız neçədir? 4'dür. 4'ün kvadratı. Üstə gələ 2 vuraq. A'mız 2'dir. S'imiz 12'dir. Deməli 16 üstə gələk 48 16 üstə gələk 48 eləyir 64 64'dən də çıxır 8. Amma cavabı yazmaq lazımdır. Cavab 8 metr bölək saniyə. Vahidi təkcə cavabda yazmaq olar. Aydındır mı? 11-ci sual. Onun kütləsini tapın. Deməli, birinci buradan biz A'nı tapmalıyıq. A bərabərdir V kvadrat. Yəni düsturları birbaşa yazıram yer məhdudiyyətinə görə və sizə də demək istəyirəm ki, əgər yer məhdudiyyəti olmayacaqsa, çıxarılışı yazmaq olar, olmaya da bilər. Amma yer məhdudiyyəti varsa, birbaşa mesela S bərabərdir V kvadratı çıxaq V sıfır kvadratı bölək 2A. Bizə A lazımdır. Birbaşa A bərabərdir V kvadratı çıxaq V sıfır kvadratı bölək 2S yazsanız, orada heç bir problem yoxdur. Və vahidi ən sonda yaza bilərsiniz. Çünki burada vahidi də yazanda kvadratı yüksəldəndə yer qalmır. Yəni 8'in kvadratı çıxaq 5'in kvadratı bölək 2 vuraq 50. 64 çıx 25. Nə edir? 39 bölək 100. Bölü 0'dan %39. %39. Elə sıfırdan %39 onluq kəsilər şəklində saxlaya bilərdik. Və bu bizim A'mız idi. Deyik, onun kütləsini tapın. M bərabərdir F bölünsün A. 78 bölək 0'dan %39. 78'i 39'a böləndə 2 düşür. Burada isə sıfırdan %39'a böləndə 200 düşür. 78 bölək sıfırdan %39. 200 kilogram. Cismin hərəkət istiqamətinə yönəlmiş 150 Newton qüvvənin təsiri ilə 20 kilogram kütləli cisim sürətini 1'dən 4'ə qədər dəyişmişdir. Bu cismin getdiyi yolu hesablayın. Deməli, burada bizim S'imiz V kvadrat çıxaq V sıfır kvadrat bölək 2A'dır. Birinci A'nı tapaq. F bölünsün M yazaq mütləq.
150 Newton bölü 20 kilogram. Düzdür, bəzən bal verir. Məsələn, 150 bölü 20 kilogram yazanda şagird bal verir. Amma düsturu yazmaq lazımdır. 7.5 metr bölü saniyə kvadratı və bizə lazımdır tapmaq S-i. S bərabərdir V kvadratı çıxaq V0 kvadratı bölü 2 A. V'miz 14 kvadratı 16'dır. Çıxaq 1 bölü 2 vuraq. A'mız 7.5'dir. 15 bölü 15 bərabərdir 1. Cavab 1 metr. 13-cü sual 60 dərəcə bucaq altında əmələ gətirən qiymətləri təsirində kütləsi 200 qram olan cismin təzyiqini tapın. Bildiyimiz əvəzləyici qüvvət düsturundan F bərabərdir kök altda F1 kvadratı üstə gələ F2 kvadratı 2F1 F2 kosinüs alfa düsturundan birinci qüvvəmiz 5'dir 25 üstə gələ 9 üstə gələ 2 vur 5 vur 3 kosinüs 60'da 2'də 1'dir. Bunu verməyib. Ama verməlidir. Kosinüs 60 bərabər 2'də 1. Amma bilməli riyaziyyatdan uşaqlar bilir adətən. Bərabərdir. 25'in üstünə 9 bir dənə 15. 25'in üstünə 15 gəldik. 40 o da 49. Kök altda 49 bərabər 7 Newton. Deyir ki, kütləsi 200 qram. M də bərabər 0.2 kilogram. Təcili tapın. A bərabərdir F bölünsün M. 7 Newton bölü 0.2 bərabərdir 35 metr bölü saniyə kvadratı. Keçdik 14'ə. Cismin sürətin paylaşınca münasırlıq qrafikini qurun. Bax, burada əlavə izah edin demir. Burada kim deyir ki, verilmişdir, qurun deyir. Yəni, burada sadəcə biz qrafiki qururuq. Yəni, V'nin T'dən asıllığı. Amma qeyd etməliyik ki, yəni 0-dan T1'ə kimi və T1'dən T2'ə kimi. 0-dan T1'ə kimi sürət müəyyən bir V qiymətinə qədər artır. Sonra isə sabit qalır. T2'ə kimi isə sabit qalır. Hamar üfüqü müstəvidə M, 2M, 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. 3M kütləli kub F qüvvəsi ilə dartılır. Sapın T gəlmə qüvvəsi 20 Newton olarsa, sapın T gəlmə qüvvəsi 20 Newton olarsa, F dartı qüvvəsini tapın. Bunu tənasüblə yazırdı həmişə biraz təbii şəkildə yazırlardı tələbələr. Onu xoşlayırlar. Amma yəni bu da sabit qalan kəmiyyət nədir? A-dır. Əgər biz A-nın konstant olduğunu yazsaq, yəni qeyd etsək ki, sistemdə hər bir cisim A-dır. Yəni bu şəkildə A bərabər F bölək 6M. A bərabərdir T bölünsün M. Yəni düsturlarını yazsaq. Tənasib bu şəkildə qursaq. O zaman yəni bizdən nöqsan tuta bilməzlər və M-lər gitsə. F bölək 6 bərabərdir T bölək 1. İndi isə T gəlməsinin 20 olduğunu bilərək F bölək 6 bərabərdir 20 bölək 1. F də bərabərdir 6 vuraq 20 Newton bərabərdir 120 Newton. Tam şəkildə cavabı aldıq. 16-cı sual. F bərabərdir 60 Newton qüvvə ilə dartılır. T gəlmə qüvvəsini tapın. Yeni qayda ilə yazırıq. F bölək, yəni A konstant olduğu üçün və A bərabərdir F bölək 6M və A bərabərdir T bölək M olduğu üçün F bölək 6M bərabərdir T bölək M. Bunlar ixtisar gedir. F bərabərdir 6T. Bizə isə lazımdır T'ni tapmaq. T bərabərdir F bölək 6. 60 bölək 6 bərabərdir 10 Newton. 17-ci sual. İpin gəlmə qüvvəsinin 15 Newton olduğunu bilərək F qüvvəsini tapın. İpin gəlmə qüvvəsi 15 Newton'dursa, bu 15 Newton'dur.
Bura olur 30 Newton. Bu ise olur 45 Newton. Şimdi bunu biz həmişə bu üsulla izah edirik. Şagirdlər çox gözəl başa düşür. Və bunu necə etmək olar ki, bizə tam bal versinlər. Düsturdan istifadə etsək ki, bura A təcillə qalxır. Digər tərəf A təcillə düşür. A təcillə düşdüyü üçün T bərabərdir, yenə tənasübdür. M vuraq, J çıxaq A-dır. F bərabərdir, 3M vuraq, J çıxaq A-dır. Və T bölünsün F bərabərdir, M bölək 3M. Bunu ixtisar etsək, F bərabərdir 3T-yə, 3 vur 15 bərabərdir 45 Newton. Bax, belə yaza bilərik. Düsturla. 18. Yer dəyişməsin modulu nəyə bərabərdir? Bunu variantlı suallarda həll etmişdik. Burada da var. Burada A'nın A bərabərdir M1J çıxar M2J. Bu düsturu artıq bilirik. Bölək M1 plus M2. Çıxarılışına ehtiyac yoxdur. Çünki düsturun çıxarılışı bizdən soruşulmur. Bu əvəzləyici qüvvədir kəsin sürətindəki. 6 çıx 4 bölək 6 plus 4 vuraq 10 2. A'mız 2'dir. T'də 2'dir. T'dir bu 2 saniyə. S bərabərdir AT kvadratı bölək 2. Hər iki cismin təcili eynidir. Ona görə də 2 vur. T'miz 2'dir. 2'nin kvadratı bölək 2 bərabərdir 4. 4. Birinci halda cismin təcili, ikinci halda cismin təcili. Burada birinci cismin kütləsini tapırıq. Yəni bu həlli tələb olunmayan məsələlərdə də var. Amma burada onun təkrar soruşublar. Oxşarı var. M1 bərabərdir F1 bölək A1. 20 bölək 4 bərabərdir 5 kilogram. İkisi bir yerdə M1 plus M2. F2 bölək A2 bərabərdir 27 bölək 3, 9 kilogram. M1'miz 5'dir. 5 plus M2 bərabərdir 9. M2 bərabərdir 4 kilogram. Bizə də M1 bölək M2'ni. M1'miz 4 idi. M1'miz 5 idi tapmışdıq. 5, M2'miz isə 4. Deməli 5 bölək 4. 5 kilogram bölək 4 kilogram. Bu isə bitam %25. Bitam %25 nədir? Heç nə. Bitam %25. Cevap bitam %25 edir. Keçdik 20-ci suala. Sükunət vəziyyətindən nə qədər yer dəyişmə icra edir? Bu da əvəzləyici qüvvəni eyni qayda ilə tapaq. F1 kvadrat üstəlik F2 kvadrat üstəlik 2F1 F2 kosinüs alfa. Burada F1'miz 3'dür. Əvəzləyici bərabərdir. Kök altda F1 kvadrat üstəlik F2 kvadratı. 2F1 F2 kosinüs alfa. F1'miz 3'dür. 3'ün kvadratı 9. 5'in kvadratı 25. 2 vur, 3 vur, 5 vur, 2'də 1. Deməli, 2'lər ixtisar geçsin. 3'də 5'in 15'in üstünə 25 gəldi. 40, üstünə 9 gəldi. 49. 49'dan kök çıxır 7. Və deyir ki, A'nı tapaq buradan. A bərabərdir 7 bölək 3 onda 5. Bərabərdir 2. 8 saniyədə qət etdiyi yolu tapın. S bərabərdir AT kvadratı bölək 2 edir. A'mız neçə idi? 2 idi. 2 vuraq. T'miz 8'dir. 8'in kvadratı 64 bölək 2. Bu da ilə 64. Cevap 64. 21-ci sual. Müvafiq düsturlar yazmaqla cismin yer dəyişmə modulunun müxtəlif əvəzləyici qüvvədən asılılıq qrafikini çəkin. Sükunət vəziyyətinə olan verilmiş kütləvi cismin müxtəlif sabit qüvvələrin təsiri altında hərəkət etdirilərək müxtəlif sabit qüvvələrin təsiri altında hərəkət etdirilərək
müvafiq düsturlar yazmaqla yer dəyişməsinin modunu zamandan asılılıq qrafikini verin. Əvəzləyici qüvvədən asılılıq qrafik. Eyni V sürəti qazanır. Yəni fərqli hallarda. Burada V bərabərdir kök hətta 2AS-dir. Və A-nın yerinə, yəni V0 sıfırdır çünki. A-nın yerinə F bölü M yazıram. 2FS bölünsün M. Yəni burada 21-ci sualda V-nin əvəzləyici qüvvədən asılılıq qrafiki, yəni V F-lə kök 6-dır. 22-ci sual, sükunət vəziyyətindən hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. A nöqtəsinə uyğun zaman anda cismin dayanarsa, bu zaman müddətini hesablayın. Sükunət vəziyyətindən hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanı, bu zamanı tapın. Demək, bu nə qədər sürət alıbsa, o qədər də sürəti yeyir. Burada A olsaydı, yəni A-mız 3F böləyim, bir də F böləyim. Yəni bu fiqurun sahəsi bu fiqurun sahəsinə bərabər olmalıdır. 3F vuraq T0 bərabərdir. 2F vuraq. Bura bir A'ya bir T yazsaq. T çıx T0. Belə olmalıdır. 3T0 bərabərdir. 2T çıx 2T0 və 2T bərabərdir 5T0. 2T bərabərdir 5T0. T bərabərdir 2 onda 5 T0. Yəni bura 2 onda 5 T0 olanda 2 onda 5 T0. 2 onda 5'dən çıxdıq, 1 onda 5 qaldı. 1 onda 5'in 2'yə hasildə 3'dür. 3'ün 1'ə hasildə 3'dür. 23-cü sual. 3 qüvvənin verdiyi ən böyük təcilin modulu A-ya bərabərdir. Bu qüvvələrin əvəzinə verdiyi ən kiçik modunu tapın. Bunların verdiyi ən böyük təcil eyni istiqamətdə olur. Yəni olanda olur. Deməli A bərabərdir 30 üstə gələk 20 üstə gələk 5 bölək M. Bu da 55 bölək M-dir. İndi ən kiçik təcil isə deməli böyüklər bir tərəfə, kiçiyi bir tərəfə götürürəm. 25 ilə 5'i bir tərəfə, 20 ilə 5'i bir tərəfə götürürəm. 30 isə onun əksinə. Çünki 30 böyükdür. 30'dan çıxıram 20 ilə 5'in cəmini 25. Bu da eləyib 5. Onda A2 də bərabərdir 5 bölək M. O da 11 dəfə kiçikdir. A bölək 11. Cavab A bölək 11'dir. 11. Və 24-cü sualımız radiusu 0.2 radiusu 8 yerdir bu. Yerimiz 8 olan çevre bərabər sürətli hərəkətdə 0.2 kiloqram kütləli cisim A nöqtəsindən B nöqtəsinə 0.5 saniyədə çatır. Ona təsir edən mərkəzi qaçma qüvvəsini tapın. Omega pi kvadratına verilibdir. Biz omeganı düzdür 45 dərəcəni radianla çevirsək 45 dərəcəmiz 180 dərəcəmiz pi'dir. 45 dərəcəmiz bərabərdir 45 vuraq pi bölək 180. Bu da pi bölək 4 radian. Onda omega bərabərdir fi bölək t. Pi bölək 4 bir də 0.5. Pi bölək 2. Pi bölək 2. Radian bölək saniyə. Təsirlə mərkəzi qaçma qüvvəsinin F bərabərdir MA. A'nın yerinə omega kvadratı R yazıram. Deməli, onda M'imiz 0.2. Omegamız pi bölək 2. Pi kvadratı bölək 4. R'imiz isə 8'dir. Elə pi kvadratımız da 10'dur. 0.2 vuraq 10 vuraq 8 bölək 4. İndi isə 0.2'ni 10'a vuraq 2 eləsin. 8'i də 4'ə böləndə 2 eləyir. 2 də 2'nin 4. Cavab 4'dür.
4 Newton. Hesaplama səhvinə yol versəm üzr hesablayın. Hər zaman hesablamaya təkrar baxın. Üçüncü qüvvə, deməli koordinat başlanğıcında olan 3 qüvvənin təsiri ilə sükunətdədir. Bu qüvvələrin ikisi şəkildə təsvir olunmuşdur. Üçüncü qüvvənin OX və OY qovunda proyeksiyalarını hesablayın. O koordinat başlanğıcında olan cisim 3 qüvvənin təsiri ilə sükunətdədir. 3 qüvvənin təsiri ilə sükunətdədirsə, deməli bu 3 qüvvənin proyeksiyalarını, yəni F1 plus F2 plus F3 0 olmalıdır. Onda F1 x üstə gələ F2 x üstə gələ F3 x sıfırdır. Və F3 x bərabərdir o üçüncü qüvvə mənfi F1 x-dən F2 x-in cəminə. Eyni qayda ilə F1 y üstə gələ F2 y üstə gələk. F3 y 0 olmalıdır. F3 y bərabərdir mənfi F1 y ilə F2 y-in cəminə. Və indi F1 x-imiz 2'dir. F2 x-imiz 3'dür. Mənfi 3'dür. Onda F3 x bərabərdir mənfi 2 üstə gələk mənfi 3 mənfi 1, o da müsbət 1 edir. F1 y-imiz 1'dir. F2 y-imiz 2'dir. F1 y 1, F2 y 2. Ona görə F3 y-imiz bərabərdir mənfi F1 y-imiz 1, üstə gələ F2 y-imiz 2, mənfi 3. Deməli cavab 1'in 3'ə. 1'in 3'ə. 1'in mənfi 3'ə. Çünki F'lər müsbət idi. 1 mənfi 3. F3 1 mənfi 3'dür. Eyni materialdan hazırlanmış R və 2R radiuslu kürələr toqquşur. Toqquşma zamanı. Bu da yadda saxlayın ki, hər zaman kürənin kütləsi M bərabərdir rho V, rho vur. V'si də 3'də 4 pi R kubudur. Radiusun kubu ilə mütənasibdir. Radius 2 dəfə böyük olanın kütləsi 8 dəfə böyükdür. Yəni 8M, bu da M'dir. Bunu yadda saxlayın. A1 olarsa, bu da toqquşma anda qüvvələr eyni olur. Yəni söhbət ondan gedir ki, toqquşma zamanı hər hansı anda birincinin aldığı təcil A1 bərabər A olarsa, ikincinin kürənin təcili, yəni A2 bölək A1 bərabərdir M1 bölək M2. Ona görə A2 bölək A bərabərdir M bölək 8M və A2'miz A bölək 8 edir. A2 bərabər A bölək 8. Cevabımız A bölək 8'dir. 27-ci və sonuncu sual. İki əvəzləyici qüvvənin ən böyük qiyməti. İki qüvvənin əvəzləyicisinin ən böyük qiyməti 14, ən kiçik qiyməti 2'dir. Bu qüvvələr perpendikulyar yönətdə əvəzləyici qüvvənin modunu tapın. Deməli, bunlar ən böyük qiyməti eyni istiqamətdə olanda olur. F1 plus F2 eləyir 14. Ən kiçik qiyməti əks istiqamətdə olanda olur. Bərabərdir 2. İndi bunları tərəf-tərəfə toplasaq, 2F bərabərdir 16. Onda F1 bərabərdir 8. Tərəf-tərəfə çıxsaq, 2F2 bərabərdir 12. F2 bərabərdir 6. Bunlar perpendikulyar olduqda Pifagor teoremindən gedir və F bərabərdir kök altda 8'in kvadratı üstə gələk 6'nın kvadratı. Kök altda 64 üstə gələk 36 edir 100. 100'dən də çıxır 10. Cavab 10. Diqqətinizə görə minnətdarım. Yəni bu formada yazsanız testlərdən tam cavab ala bilərsiniz.